Salam, hər vaxtınız xeyirli olsun, əziz həmvətənlər. Hamınıza yaxşı məlumdur ki, 2025-ci il iyun ayının 13-də səhərə yaxın İsrailin 200-dən çox ən müasir 5-ci nəsil F-35 qırıcı təyyarələri İranın nüvə obyektlərinə, hərbi obyektlərinə, o cümlədən infrastrukturlarına sarsıdıcı zərbələr endirmişdir. Eyni zamanda İranın ondan çox atom nüvə sahəsində mütəxəssislərinin və İranın 20-yə yaxın müdafiə nazirlərinin, generallarının, o cümlədən İran İslam İnqilabı Keşişçiləri Korpusunun rəhbərini və Müdafiə Nazirliyinin baş qərargah rəisini yatdıqları evdə, yataq otağında raket zərbələri ilə öldürmüşdülər. Onu da qeyd edək ki, əziz həmvətənlər, İran-İsrail müharibəsindən Cənubi Azərbaycanda yaşayan 35 milyondan çox soydaşlarımız da böyük bir zərbə alırlar. İnsan itkisi var, o cümlədən Azərbaycanlılar yaşayan yerdə, Təbriz şəhərində, Qum şəhərində və digər şəhərlərdə İsrailin deməli sərras atəşi nəticəsində hər infrastruktur vurulmaqla yanaşı mülki əhalilər arasında itki var. Əziz həmvətənlər, mən Oktay Elturan olaraq sizlərə bu müharibənin başlanma səbəbləri haqqında malik olduğum politologiya elminin əsasları ilə izah edirəm. Mən nə burada müdafiəçi, nə də ki ittihamçı rolunda ifa etmirəm. Nə İsraili müdafiə etmirəm, nə İranı ittiham etmirəm və yaxud da əksinə, nə İsraili ittiham etmirəm, nə İranı müdafiə etmirəm. Sadəcə olaraq belə bir ağır gündə soydaşlarımıza bu müharibənin başlaması səbəblərin öz elmi təhlillərimlə sizə çatdırıram. Bilirsiniz ki, dünyada atom nüvə silahına malik olan dövlətlər Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Rusiya, Hindistan, Pakistan dövlətidir. O cümlədən də İsrailin 300-dən çox nüvə başlıqlı raketləri vardır. İran qeyri-nüvə dövlətidir və İranın ən böyük iddiası nüvə dövlətinə çevrilməkdir. 1975-ci ildə beynəlxalq konfransda dünyanın 170-dən çox dövləti nüvə dövlətlərinə qoşulmamaq haqqında beynəlxalq saziş imzalamışdır. Lakin 2012-ci ildə İran dövləti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına rəsmi müraciət olaraq bu müqavilədən çıxdığını elan etmişdir və tezliklə İranın nüvə dövləti olmaq istəklərini də gizlətməmişdilər. Əziz həmvətənlər, İranın keçmiş prezidenti Rəfsanjani deyirdi, əgər bu nüvə silahı yaxşıdırsa, niyə bizdə olmasın? Əgər nüvə silahı pisdirsə, nə üçün sizdə var? Bu prinsiplə İran nüvə dövləti olmağa can atırdı. Əslində, bu günlərim İrana vurulan raket zərbələri 2021-ci il noyabrda bu qərar qəbul edilmişdir. Yəni 2021-ci il noyabrın 30-da Avstriyanın paytaxtı Viyana şəhərində NATO-nun aparıcı dövlətlərinin sammiti keçirilir və bildirirlər ki, İran uranın zənginləşdirilməsi sahəsində 60% nailiyyət əldə edib. Əgər İran 90% nailiyyət əldə etsə, uranın zənginləşdirilməsi sahəsində özünü nüvə dövləti elan edəcəkdir. Və İrana vaxt verdilər ki, qısa bir müddət ərzində MAGATE, yəni Beynəlxalq Atom Enerjisinin əməkdaşların İranın deməli nüvənin zənginləşdirilməsi zavodlarına buraxılsın və siz sübut edin ki, nüvəni biz dinc məqsədə dinc məqsəd üçün yaradırıq. Əziz həmvətənlər, münaqişənin kökündə bu durur. Burada bəziləri İsraili itham edir, bəziləri İranı itham edir. Lakin biz müharibənin başlama səbəblərini bilmədən buna düzgün qiymət verə bilmərik. İran öz xislətindən əl çəkməmiş, uranın zənginləşdirilməsi sahəsində çox böyük müvəffəqiyyətlər əldə etmiş, artıq 90%-ə qədər yaxınlaşdırmışdır ki, bu da İranın tezliklə nüvə dövləti olması haqqında dünyaya elan edəcəyini bildirmişdir. Baxmayaraq ki, dünyanın aparıcı dövlətləri 5 dəfə İranla bu barədə danışıqlar aparmış, lakin danışıqlar
heç bir əhəmiyyət verməmişdir. 6-cı danışıq Omanda olmalıydı. Lakin İsrail bildirmişdir ki, İrana imkan vermək olmaz ki, nüvə dövləti yaratsın. Çünki hələ İran nüvə dövləti olmamışdan əvvəl rəsmən bəyan edirdi ki, nüvə silahını ilk dəfə olaraq İsrail dövlətini və Yahudiləri yer üzündən silməkdən sınaqdan keçirəcəkdir. Əziz həmvətənlər, bu mənim dediklərim şəxsi fikrimdir. Bu bütün internet saytlarında var. Bütün dünyada gedən proseslər bu haqda bütün siyasi şəxslər öz siyasi mövqelərini nümayiş etdirmişdir. Hesab edirəm ki, burada belə deyək, müsəlman-xristiyan müharibəsi getmir. Hesab edirik ki, burada məsələn Cənubi Azərbaycanda soydaşlarımızın baxmayaraq ki, raket zərbələri nəticəsində dünyasını dəyişənlər var. Bu bilərəkdən Azərbaycanlı olduğu üçün onlar raket atəşinə tutulmayıb. Sadəcə olaraq Azərbaycan, Cənubi Azərbaycan arasında olan hərbi obyektlərə atılan atəş nəticəsində dünyalasını tərk etmişdir. Dünya İrana nə vəd edir? Deyirsən, uranın zənginləşməsini dayandır, nüvə dövləti olmaqdan imtina edə, əvəzində nə alacaqsan? Bilirsiniz ki, əziz həmvətənlərim, 40 ildir İran beynəlxalq sanksiyalar altındadır. Dünyanın ən böyük neft və qaz yataqları İrandadır və İranın bu neft və qaz yataqlarının məhsulların beynəlxalq bazara çıxara bilmir. Dünya aparıcı dövlətləri deyir ki, nüvə dövləti olmaqdan imtina et, uranın zənginləşdirilməsini dayandır, sanksiyalar götürüləcək.